Bərabər imkanlar o vaxt olardı ki, siz bu anketləri anonim qarışdırardınız, siz proyektə baxardınız, rəqəmlərə baxardınız, seçərdiniz. İçində qadın da ola bilər, kişi də ola bilər. Amma siz bunu ayrı kateqoriyaya çıxardırsa, bu artıq diskriminasiyadır. Yəni orada hardasa bir biznes var ki, bu qadının biznesindən daha yaxşıdır, amma slotlar dolduğuna görə o onu əldə eləmir, amma daha zəif biznes olan qadın o slotu əldə edir. Və sual da odur ki, bəyəm siz anketi açanda qadınlara limit qoymuşdunuz ki, olmaz və yaxud kimsə biznesi başlayırsa, dövlət deyir ki, qadına biznes açmaq olmaz. Orada hüquqlarımız da bərabərdir, imkanlarımız da bərabərdir, şərait də bərabərdir. Sadəcə qadınlar biznes açmaq istəmir. BP-də də oxşar burada Azərbaycanda praktika var idi. Əgər səndə onlar bir ara deyirlər ki, qadın mühəndislik, qadın mühəndislər, yəni mütləq qadın mühəndislər olmalıdır, bərabər olmalıdır və səndə vakansiya açılanda ən azından heç olmasa bir dənə qadın ora verməyənə qədər onlar müsahibə keçirmirdilər. Axırda gəldilər dirəndilər ki, sadəcə istəmir də qadın da ora girməyə. Və mən niyə görə həmişə İsveçi nümunə gətirirəm? Çünki onlar istər sosial, mənəvi və həmçində gender bərabərliyi mövzusunda hamıdan tez başlayıblar. Hamıdan tez də onu anlayıblar, nə işləyir, nə işləmir. Və oradan çıxmağa başlayır İsveçdə. Orada qadınlar indi sistemə getmək istəmir. Texnik sahələrə getmək istəmir. Onlar uzun müddət illərdir məcbur olunaraq, yəni ki, bütün bu kampaniyalar falan mütləq mühəndislikdə yarısı kişi olmalıdır, yarısı qadın olmalıdır, qadın mühəndisliyə getməli falan da işləmir. Çünki niyə görə mən həmişə deyirəm, progressivizm dediyimizdə müasir solçuluq insanın biologiyasından uzaq aparır. Onların ideyası odur ki, balaca bir qrup intellektual oturubdur və düşünür ki, biz biologiyadan uzaqlaşmalıyıq, həm kişi olaraq, həm də qadın olaraq. Və bütün proqramları yürüdür ki, sən biologiyadan uzaqlaş. Qızlar qızlarla oynamağı sevir, yəni insanlarla, kuklalarla nəsə oyun qurur. Oğlanlar isə oyuncaqlarla işləməyi sevir. Nəsə qrup tiksinlər, paravoz sürsünlər, konstruktor nəsə qurur. Tək başına odur. Və niyə görə biz dəyişmək istəyirik ki, oğlanlar da indi belə işləsə və qızlar da oyuncaqlarla oynasınlar? Olmazmı ki, biz təbiətimizə zidd getməyək? Çox yaxşı bir şəkil var, Trumpın sui-qəsdi. Onlarda Secret Service var və 25 il solçu propagandası nəticəsi olaraq o Secret Service-nə üçün qadınları da salıblar. Və Trumpa sui-qəsd olanda ilki reaksiya budur da, təkamül budur, 100 min təkamül budur. Qadın başını aşağı salır, gizlənir, kişi soğuklanır ki, güllərin altına. Bax, budur. Kritik momentdə 100 min il təkamül bunu eləyəcəkdir. Sən nə qədər istəyirsən ona təlim verginən, nə qədər istəyirsən öyrətginən, həmin o qadını ki, sənin prezidenti və hücum olanda özünü atmalısan onun qarşısına, qadın ilk öncə özünü qoruyacaqdır. Vəssalam.